Çünkü atasının, anasının bircə dənəsi. Çünkü ondan sonra o evdə, o ocaqda nə atasına, nə anasına təsəlli olacaq qardaş, bacısı yoxdur. 5 ildir onun adını yaşatmaq üçün, Afət ananın qəlbinin ağrısını soyutmaq üçün yazdığım kitabların sayını belə unutmuşam. Keçirdiyim tədbirlərin sayını belə unutmuşam. Daha bilmirəm ki, mən onun üçün neyniyim ki, Afət anama az da olsa təsəlli olsun. Amma bu yolda o da mənimlə bərabər addımlayıb. Azərbaycanı qarış-qarış bala deyib gəzib. Balasının adı çəkilən tədbirlərdən bir dəfə belə olsun qalmayıb. Bugün Rüfətin məzarının ziyarətinə təkcə onu sevənlər deyil, adını daşıyan sinif otağının nümayəndələri, məktəblilər, bugün bəlkə gecə yarısına qədər bu məzarın yanı insan axını ilə dolu olacaq.